4-cü əsrdə bax, Liz ola bilər ki, Xəzər dənizinə yüzlərlə, çoxlu sayda çaylar Xəzər dənizi, Qara dənizlərdə yeraltı əlaqəsini göstərir. Bu hissədən. Əvvəllər dənizin deməli Qara dənizinə yeraltı əlaqəsini göstərir. Bunu eyni zamanda üfüqü götür, üfüq. Əsasən şimal, orta və cənub hissəsinə. Onun şimal hissəsi məlumdur ki, Qulqa çayı tökülən yerdədir, Astrakhan 5 metrədir. Ən dərin yer Lənkəran tökəlir. Bəli, Azərbaycanın cənub hissəsi Lənkəran. Xəzər dənizinin oltuncudan çox adam malikdir. Həmin adların xəritəsidir. Xəzər dənizinin yanında. Bura Eratosfenin xəritəsidir. O Eratosfen xəritəsində təqribən fikir verirsiniz, Xəzər dənizinin tək Eratosfen Qara dənizdir, Aral dənizidir, Xəzər dənizidir. Özələr bir Pont dənizi, əvvəllər hamısı dövründə Pont dənizi adlanır. Pont dənizi dövründə Xəzər dənizi, hatta orada qədim heyvanlar olur. Yəni Xəzərin ilk adı nə olur? Tanınan Kaspi və Xəzər adlarıdır. Kaspi sözünü ilk dəfə yox ala. Bu hissədir, əsas bu hissə. Bu hissə, yeraltı əlaqə. Xəzər dənizinin arasında, Xəzər dənizinin Qara dənizi arasında yeraltı əlaqəni göstərib. Ərəstuna görə burada yeraltı əlaqə olub. Biraz da qaldığın kağıt. Pont dənizi ilə Kaspi dənizi arasındakı yeraltı əlaqə. Əsasən bir yeraltı əlaqələrdir. Yaxşı. Şimala doğru, 1200 kilometre düzsən. Şimala qədər. Birəsi qalxıb, Deməli, buzların əriməsi nəticəsində Volqa hövzəsində olan çayların biz orada bəlkə nəsə ən maraqlı şey bizdən. Ən maraqlı bu günlərdə məsələn Ən enli yeri, Xəzərin ən enli yeri 550 kilometrdir. Deməli, Xəzər əsasən 3 hissəyə bölünür. Şimal, orta tarixi var. Duzların əriməsi nəticəsində